Xalq yaradıcılığı bulağı. Axşamınız xeyir, əziz dinləyicilər. Həmişə evinizdə, eşiyinizdə, həmişə şadlıq içində olasınız. Dedilər yaz gələr, yonca bitər. Bu da yonca. Bəs elə cavanların gəzdiyi buydu da. Yoxsa nə işləri vardı danın gözü açılmamış çəmən çayırda? İndi axtar 4 yarpaqlı yoncanı, axtar görüm. Toplandılar, üz qoydular o görünən yaylaqlara sarı. Dedilər elə gedək ki, yemlilikdən keçək. Biri o yandan qalxıb dedi, yemlikdən dadmasaq, qayıdar torpağa. Yemliyim yemə bənddir. Yem deyil, yemə bənddir. Söz atma o gözələ, ağlayar, yemə bənddir. Oradan üz qoydular yaylaqlara sarı. Bir izin əlindən tutub qalxdılar. Bir də baxıb gördülər ki, ətək boyunca tər gicitkan səpələnir. Özü də elədir ki, deyir, öldürsəm də yaxına qoymanım. Gem dolan. Əşi bəs nətər eləyək? Biri o yandan budu çıxdı. Dedi, öldü var, döndü yoxdur. Gərək gicitkan verəm. Qabağa yeridi. Əvvəl bir gicitkanlığın həndəvərində dolandı. Sonra nənəsinin oxuduğu mahnı yadına düşdü. Keçdi qılığa. Gicitkanım öc olma. Öc olma, ay öc olma. Yar deyim, yarın gəlsin. Əlimə ülgüc olma. Əlin atdı ki dərsin, barmaqları dalandı. Yoldaşları uzaqdan uzağa gülüb dedilər. Evləndirməsən, dərə bilməyəcəksən. Ay məzən olsun sənin. Babasının mahnısı yadına düşdü. Babası gülə-gülə belə deyərdi. Daş üstündən yalama, daş atdılar yoluma. Səni evləndirərəm, əllərimi dalama. Yumuşalarsan de. Əl atdı gicitkandan bir qoma dərdi. Günlərin birində qocalar torpaqla zarafat eləmişdilər. İndi həmən zarafatı cavanlar eləyirdi. Qalxdılar, çatdılar qoşa bulağın ayağına. Dedilər, gəlin görək bulağın gözünə kim tez çatacaq. Kim geridə qalsa, bulağa bir tərif desin. Yox, əgər tərif də deyə bilməsə, onda əlin saxlayar suda, 10 sayana qədər. Söz tamama yetişdi. Cavanlar tərpəndilər üzü yuxarı. Hamısı da bir əlli, bir ətəkli deyil ki, irdələndilər, axıra qaldı biri. Nə başınızı ağrıdım, yığıldılar axıra qalanın başına. De bulağın tərifini. Dedə əl saxlayın, bulağın tərifi məndə. Amma izah alın, mən haqq aşıqıyam bəyəm, günün gün orta çarı tərif deyə. Uyğarım hardan? Dedilər, yox, yerdən çıxar, göydən indir tərifidir. Yenə ümid qalıb babaya. Axtardı, dedi görüm nə qalıb yaddaşımda. Babasının mahnısı yenə hovuna yetdi. Astana hay astana, suyun axar astana. Yolunla düz getmədin, məni saldın dastana. Bu da belə. Oradan gülə-gülə şadlıq içində qalxdılar yaylağa. Yaylağın da bıçağına nə deyərlər? Deyərlər yaylağın dəli çağı. Quzu qulağı özəklənib mənəm deyil. Gül çağırır bülbülü. Yaşıllığın bir qəndər üzünə baxmaq olmur. Dedilər sabah bayram günü. Gəldik bura. Dedilər gəldik. Quzu qulağı dərdilər. Bu nənəmin payı. Yaylaq quzu qulağıdır. Bu babamın payı. Yaylaq quzu qulağıdır. Nüvər eləsinlər, datsınlar, görsünlər yaz necə gəlir. Sonra biri bir kəfənə yotu tapdı. Dedi kim yorulubsa,
kəpənək otunu dərsin ayağına çəksin. Yel kimi gedəcək, yoruldun nədir? O yandan biri yenə atmaca atdı. Abayatı dağarcığı. Birin də de, görmürsən yeri gəldi? O da elə bir sözə bənddi. Aldı görək nə dedi. Bir qanatlı quşam mən, yollara yoldaşam mən. Tək kəpənək otundan yel olub uçmuşam mən. Dedilər daha bəsdir. Bölüşək bənövşə oyununa. Bölüşdülər. 2 yerə ayrıldılar. Başçılar seçildi. Hər başçı gizlincə oyuncularına ad verdi. Çiçək adı, bir də quş adı. Dəstələr bir-birindən bir səs aralı üz-üzə dayandılar. Başçılar başladı değişməyə. Qıy qılınc. O biri başçı hay verdi. Qıyma qılınc. Ox attım. Oğru tuttum. Bənövşə. Bəndə düşə. Sizdən bizə kim düşə? Qartal. Elə burada Qartal adlı cavan o biri dəstənin üstünə şığıyır. Dəstə də qol-qola tutub baxırlar ki, Qartal budu gəlir. Daha da bərk-bərk tuturlar. Qartal özünü dəstəyə vurur. Əgər dəstəni yarırsa, ürəyi kimi istəsə götürüb gətirir. Ürəyi də kimi istəyir ki, dəstənin ən gözəlini. Beləcə oyun gedir. İndi də o biri dəstənin başçısı çağırır. Qıy qılınc. Hay verirlər. Qıyma qılınc. Ox attım. Oğru tutdun. Bənövşə. Bəndə düşər. Sizdən bizə kim düşər? Kəklik. Kəklik. Dəstənin göyçəyi. O biri dəstəyə sarı qaçır. Qızlar düzülən səmtdən dəstəni yarırsa bir oğlan gətirir öz dəstəsinə. Yox, əgər dəstəni yara bilmirsə, özü də qalır o dəstədə. Bu da belə. Bir də baxıb gördülər ki, çəmənliyə iri bir kölgə düşdü. Bəs bu harda? Yuxarı baxdılar ki, yaz buludu gəlib. Günəşi örtə-örtdü. Sözü kəsərli, ayağı sınaqlı gəlsin, qovsun buludu. Cavanların da hamısının ayağı sınaqlı, sözü kəsərli. Yığılıb başladılar oxumağa. Gün getdi su içməyə, qırmızı don biçməyə. Ay duman qaç-qaç pusallar, səni qayadan asarlar. Bir də baxdılar ki, bulud nə gəzir, duman nə gəzir. Günlü, gözəllik. Cavanlardan biri dedi, yaxşı, kim günlə ayın nağılını danışar? Kim danışsa, quzuqulağı payımı ona verəcəm. Aralarında Yasəmən adlı bir qız vardı. Elə Yasəmənə də oxşayırdı. Dedi, mən bilirəm. Dedilər, danış. Biri vardı, biri yoxdu, bir günəş vardı, bir də ay. Ay ulduzları başına yığdı, toy eləyib günəşi aldı. Belə şadlıq, şadyanalıq içində yaşayırdılar. Bir gün günəş qollarını dirsəyəcən çirməliyib xəmir yoğururdu. Ay nə dedisə, günəşin acığı tutdu. Kim nə bilir nə deyir? Günəşin acığı tutdu. Əli xəmirli, ayın üzünə bir sillə vurdu. Özü də çıxıb getdi. Ayın da üzündə ləkə qaldı. O gündən deyir, ay çıxır günəşin ardınca, amma çata bilmiş.
Heç kəs danışmadı. Hamı Bayatı dağarcığının üzünə baxdı. Bayatı dağarcığı dedi. Mənim nənəm hələ bunun mahnısını da bilirdi. Ay çıxırdı dağ üstə, bir xallı yanaq üstə. Kimdən sorum dərdini, ləkəsi var ağ üzdə. Xəbər verim, kimdən xəbər verim? Lənkəran tərəflərdən. Qızlar bayramı bayram görüb, gözəlliyi belə gözəl görüb çıxdılar bir yamacın bir ətəyinə. Hələ deyən də oldu ki, lap gəlib dünyanın axırına çatdıq ki. Bütün qış boyu bu günü gözləmişdilər. Bir oxuyan oldu mu, çalıb çağıran oldu mu, danışma. Qızlar mahnıların əlindən tutub Qənşər dağlardan yerləndilər. Bütün qış boyu hardaydın ay Nərgiz? Ay Yasəmən, ay Qərəmli. Yerləndilər elədən belə, belədən elə. Çiçəklərə, otlara sözləri mahnı ilə dedilər. Qardaş toyu var qurban, yücə boyu var qurban. Bu evlər üzün evlər, içində olsun toylar. Qardaş toyu var qurban, yücə boyu var qurban. Yığılsın qız gəlinlər, oynasın bəstə boylar. Qardaş toyu var qurban, yücə boyu var qurban. Evləni var işıqdır, betməd onun qaşıqdır. Qardaş toyu var qurban, yücə boyu var qurban. Bizim ilan neyləsin, sizin qızlar aşıqdır. Qardaş toyu var qurban, yücə boyu var qurban. Ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay bu dağdan aşmaq olmaz, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay bu dağdan aşmaq olmaz, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay yarı keçər yulanın, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay ürəyində yağılmaz, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay tamacı boyunca, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay demədim doyunca, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Ay yarı xəlbətdə gördüm, ay qız nişanın, gəlir qırmızı şalın, gəlir. Deyəcəksiniz, haçaq yazdınız qızların səsini. Haçaq gəldiniz bizim dağlara ki, xəbərimiz olmadı. Deyirdi axı. Deyirdik ki, siz hardasızsa, biz də orduyuq. Çöldəsizsə çöldəyik, evdəsizsə evdəyik. Səhər elə açılar açılmazdı. Nuru baba göy ürpəni yəhərlədi. Təzə arxalığını geydi. Təzə məsini çəkdi ayağına. Sallama kəmərini bağlayıb xəncərin qurşadı. Məsmə nənə əlini əlinə vurub güldü, dedi: "Bu nə bərbəzəkdir, xeyir olsun ha kişi." Ürəyim atlanıb, gəzmək istəyirəm, dedi. Uğura çıxdınsa, gərək təzə paltar geyinəsən. O yandan nəvəsi dedi: "Biraz gözlə ay baba, maşınla gedək." "Yox oğul, göy ürgənin getdiyi yerlərə sənin maşının gedə bilməz." Yaz başı olsa da göy ürgəyə yaxşı baxmışdılar. Yaza tumarlı çıxmışdı göy ürgə. Budur, yamacları aşdı, Nuru babanın ürəyi tel-tel oldu, döndü ayağı altındakı dağlara. Ətək boyu sürülər döşənmişdi. Köksüyüb otlayırdılar. Bir də may çıxandan sonra başlarını qaldırıb baxacaqlar. İndi təzə ot üstündədirlər. Səssizcə keç sürünün yanından. Çoban uzaqdan uzağa qocanı səslədi.
Ay baba yolunu buradan sağ. Yaz ağzıdır. Bereket üstünden ac atlama. Nuru baba döndü geldi. Bereketli olsun dedi. Çobanla çörek kesti. Göy ürgəni dəhmərlədi. Yarpızlı bulağın üstündə atdan düşdü. Bulağın üstü göyərməmişdi. Qoca başını buladı. Öz-özünə dedi. Hayf, su yerin dəyişəcək. Bulağın göyü kəsilib. Ayağı altında meşəlik uzanırdı. Baxdı ki, yox, meşədə səs var. Biraz dinşədi. Hə, dedi, il bərəkətli olacaq. Meşədə səs var. Göy ürgə bir göy çəhlimi gözaltılayıb dartınırdı. Bir ətəyin birində bir güllüyə, bir çiçəkliyə düşdülər ki, göy ürgə, göy ürkəliyi ilə ayaqlayıb keçmək istəmirdi. Bax, burada deyiblər ki, torpaq iyidi atdan saldı. Qoca aşırılıb atdan düşdü. Bir sağına baxdı, bir soluna baxdı. Qaymaq gülü dərdi, bağlayıb yəhərin qaşına sancdı. Hər çiçək bir dil deyirdi. Qoca ötən illəri yad elədi. Ay dili qafil. Getdim gördüm gülgəz köçüb yurdundan. Yaylaq yeri çəmən olmuş, ay olmuş. Sən ağlama mənim gözəl dilbərim. Dərd mənimdir, sənə nə olmuş, ay olmuş. Elə tezcə də unutmağa çalışdı. Günahdır. Belə güllükdə, gözəllikdə kövrəlmək nə olar? Neysə, qoca qəhərini uddu. Çalıb oxumaq düşdü yadına. Göy ürgə bir deyəndə yaylaqdan indi. Kəndin ətəyində mərəkə qurulmuşdu. Ortada da bir aşıq gərdişdə idi. Böyüklü kiçikli hamı qalxıb qocaya xoş gəldin elədi. Aşıq da necə deyərlər, sazı bir də sinəsinə sıxıb, bir də zilini zil elədi, bəmini bəm. Aldı görək, bu bayram günlərinə nə dedi? Qaşa bayram günləri. Ay belə havalandı ey dəli köylü, havalarım pərvad eylədi. O vaxt ki ey səsin gəldi qışa bayram günləri. Kışa bayram günleri.
getiririm yaşa bayram günleri. O belə mənə söhbələr getiririm yaşa bayram günləri. Veli sevineysi uyaneliyim Coşa bayram günleri. O belə veli sevineysi uyaneliyim Coşa bayram günleri. Tez ki El Molla Nəsrəddinin adını çəkirik. Arada bir el nayğarası da güldürücüsü də deyirik ha. Bax görün o bugün neynədi. Gün ortaya yaxınlaşır. Həmən güldürücü çıxdı şenliyə. Gözünə görükənləri yığdı başına. Dedi, bilirsizmi nə olub? Dedilər, nə olub, bilmirik. Dedi, indi ki bilmirsiz nəyin deyil. Dedilər, yaxşı de görə. Dedi, sən mənim canım bilmirsiz nə olub? Dedilər, sən öl, yarımız bilirik, yarımız yox. Dedi, onda bilənlər bilməyənləri öyrətsin. Dedilər, zarafatı burax, de görək nə olub? Dedi, qarnın oğlağı yaza çıxıb. Gələndə gördüm. Biri güldürücüyə sataşmaq istədi. Dedi, sol əlim gecişir. Güldürücü dedi, dilini özündə saxla ha, sən öldü öləcəksən bugün. Dedi, bəs sağ gözüm atdı, o nədir? Güldürücü dedi, hə, bildim. Qışdan qalan tayan göyərəcək. Güldürücü əlinə vurub güldü. Dedilər, nə olur? Dedi, çoban çomağına söykənmişdi yaylaqda. Bir də baxdı ki, çomağı göyərib. Əziz dinləyicilər, sağ olun, sağlıqla qalın. Neçə belə bayramlara çıxasınız. Həmişə belə şadlıq içində, şadyanalıq içində olasınız. Verilişin redaktoru Mövlud Balakişiyev, rejissoru Ziyafət Abbasov, musiqi tərtibatçısı Mehriban Bəşirzadə, səs operatoru İslam Camalovdur. Sağ olun. Sağlıqla qalın.